Salam dəyərli izləyicilərim. Mən Rəysaz Eşansda yenə sizinləyəm. Bu günləri mən Honda Elantra markalı avtomobilin çəkişini eləyəcəm. Yüngül burada batıqlar ki var idi, dəmirçi düzəldib. Mən uşaq bunu remontla şpakulyovkadan istifadə eləmişəm və bamper, qabaq bamperi mən yarımçıq kraskalayacağam nömrənin altından və bunu da belə deyək, yarıya qədər kraskalayıb lakını yəqin ki, ya bura qədər gətirəcəm, ya da bura qədər. Bunun iş prosesi özü göstərəcək. Deməli, belə avrisovkanın oturan yeri qırılıq. Bura çartlayıb, mən bunu gətirmişəm yerinə, görürsünüz. Tam elə otusturmamışam. Və burada da çat. Burada da qırıqdır, görürsünüz. Bunlar hamısı paykalanacaq və belə deyək, bu hissələr hamısı təmizlənməlidir. Çünki gördüyünüz kimi bu saat göstərəcəm sizə. Fikir verirsinizsə, mikroçatlar var burada. Bunlar mikroçatlardır. Mikroçat təmizlənməsə, belə deyək, həm kraskada, həm də lakda bu birbaşa üzə çıxır. Bu da belə deyək, xoşa gəlməz fəsadlara yol verir. Belə dəyərli izləyicilər, yəqin ki, mən bamperi kraskalayacağam, yarısını və burada belə deyək, kapotda kusok belə lak ya ortadan ya belə vurmaq olmaz. Çox güman ki, mən burada sağa sola, yəni perihoda atıb, lakını isə mən bütöv vuracağam. Burada da bilmirəm necə olacaq, çünki bu hissədə məsafə yaxın olduğuna görə ola bilsin ki, bu hissədə perixod atım bu yana ki, yəni tam bilinməsin. Yəni onsuz da detallar kraskalanıb, qabaq kapota kraskalanıb, bu detallar kraskalanıb. Yəni bunun bir qorxusu yoxdur. Sadəcə olaraq belə deyək, perihodu atmaq üçün sağa sola perihod atıb lakını qırılanda kapotunda lakını bütöv vuracağam və qabaq bamper isə yarımçıq, yəni kraskalayacağam və lakını da dediyim kimi yəqin ki, kusok atacağam. Belə dəyərli izləyicilər, burada mən bamperi sökmüşəm. Çünki bamperin altında məndən əvvəl də yəni işlər görülür. Qulaqlar, dumanlı qulaqları qırıqdır, görürsünüz. Burada da başlığı yoxdur. Düşüb başlıq. Belə bir şəkildə olur başlıq. Bu qulaq yəni qırılıb və burada da vaxtilə payka olunub, amma yaxşı yəqin ki, payka olunmayıb. Bu qulaqlar da qırılıb hər ikisi, görürsünüz. Belə dəyərli izləyicilər, inşallah bunu mən tam paykalayandan sonra işləyəcəm, hazırlayacağım. Qurunt vaxtı bunu ətraflı olaraq yenə sizə çəkib göstərəcəm. Deməli, belə dəyərli izləyicilər, bu saat hal-hazırda mən kapotu işləmişəm, hazırlamışam və burada belə deyək, buferdə, bu hissədə yəni qüsur olduğuna görə mikroçartlar ki var idi, mən onları hazırlamışam və belə deyək, burada bilinməsin deyə buranı da kraskalayıb perihodu atacağım. Əgərsə burada belə deyək, burada düzdür, perihodumun yeri azdır və ona görə də mən məcburiyyət qarşısında kırılaya kesit eləyəcəm və lakını bütöv vuracağım. Yəqin ki, çox güman ki, bu hissədən kraska başlayacaq, belə gələcək bu hissəyə qədər. Çünki burada da xırda bir qüsur var. Bu tərəfə kesit eləməyəcəm. Sadəcə olaraq buradakı və buradakı daş izlərini mən bağlamışam. Burada da var. Xırda qüsur var idi burada. Belə dəyərli izləyicilər, burada indi mən yüngül burada şiş var idi. Bunu rəndələmişəm və bunu hazırlamışam. Buna indi hal-hazırda qurunt vuracağım. Sprey şəklində quruntlar ki var, ondan vurub və başlayacağım. Bu qurunt mokruma da gedir. Belə dəyərli izləyicilər, inşallah mən buna indi hazırlamışam. Kraskaya silib kraskalayacağım və bamperimiz də hazırdır. Bamper görmüşdünüz, bamperin nə gündə idi. Bamper düzəlib və burada belə deyək, ledlə paykalar olunub, hamısı qulaqlar hamısı qırılmışdı. Bütün nə qədər paykalar var idi, hamısı olunub və bunlar da belə deyək, olunub, paykalanıb. Burada da dəyərli izləyicilər, görürsünüz, burada məsafə azdır deyə və burada da qopan yerləri ki var idi, mən hazırlamışam. Burada kırılaya kesit, dediyim kimi və bu hissəni kraskalayacağım.
bu tərəfə çox gəlməyəcəm. Yəqin ki, bu hissələrə qədər gələcəm və lakı bura qədər atacağım. Burada da həmçinin lakı bura qədər atacağım. Belə bir şəkildə dəyərli izləyicilər, inşallah bunu tam qutarandan sonra ətraflı olaraq mən bir də bunu çəkib sizə göstərəcəm. Dəyərli izləyicilər, maşın ucu hazırdır. Gördüyünüz kimi mən burada peroxodu bu hissəyə gətirmişəm və opşi lakını vurmuşam. Burada da belə gətirmişəm. Hər şey ideal bir vəziyyətdədir. Heç bir qüsur qalmayıb. Sadəcə olaraq bir-iki yerdə belə tozlar ki var. Bir-iki yerdə tozlar var. Vəsə və bamperdir. İnşallah yığılandan sonra ətraflı olaraq bir də sizə çəkib göstərəcəm dəyərli izləyicilər. Dəyərli izləyicilərim, maşın ucu hazırdır. Mən ucu polirovkada etmişəm. Çünki bəzi yerlərdir ki, tozlar ki var idi. Yəni onları ucu mən ucu götürmüşəm. Gördüyünüz kimi heç bir qüsur qalmayıb. Böyük bu iki dənə yerlərdə var idi. Yəni onları təmizləmişəm mən və dediyim kimi bura perixod atıb buradan da aynı işi gətirmişəm. Çünki bu ferdə zədəli idi. Burada da dəyərli izləyicilər bu hissəyə qədər gətirib və buradan da qaldırmışam yuxarı, amma lakı isə bu hissəyə qədər atmışdım. Bunu mən sizə göstərmişdim. Belə dəyərli izləyicilər, maşın tam əla bir vəziyyətdədir, heç bir qüsuru yoxdur. Kölgə falan zat belə şeylər ümumiyyətlə yoxdur dəyərli izləyicilər. Bu qədər. Təşəkkür edirəm. Var olun, məni də izlədiyinizə görə like qoymağı və abunə olmağı qətiyyən unutmayın.